Ağsuda narkomaniya yox deyək və erkən nikahın fəsadları mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Ağsu rayon polis şöbəsinin və Ağsu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə rayon təhsil sektorunun mədəniyyət idarəsinin əməkdaşları, eləcə də müəllimlər, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ağsu rayon polis şöbəsinin rəisi polis polkovniki Oruc Əmraslanov çıxış edərək gənclərə və yeniyetmələrə narkomaniyanın törədə biləcəyi vərdişlərdən danışdı və şagirdləri bu işin qarşısını almaq üçün nə etmək lazım olduğunu diqqətə çatdırdı. Bundan başqa digər çıxış edənlər narkomaniyanın və erkən nikahın sağlamlıq üçün yaradacağı fəsadları dilə gətirərək şagirdləri bu vərdişlərdən çəkinməyi və bu qiblədən olan insanlardan uzaq durmalarını onlara tövsiyə etdi. Bildirildi ki, son vaxtlar rayonun bütün ümumi təhsil məktəblərində bu kimi tədbirlərin sayı artırılıb və bu tədbirlərin nəticələri öz bəhrəsini verməkdədir. Tədbirdə narkomanlığın və erkən nikahın yaratdığı fəsadları özündə əks etdirən videoçarx da nümayiş etdirildi. Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişinə əsasən uşaq hüquq və azadlığının təmini üzrə görülən işlərin səmərəliliyinin artırılması, gücləndirilməsi, yetkinlik yaşına çatmayanlar ətrafında aparılan profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə Ağsu rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupu cari ildə rayon ümumi təhsil orta məktəblərində narkomaniya yox deyək, eləcə də erkən nikahın fəsadları mövzusunda bir sıra tədbirləri həyata keçirib. Hal-hazırda rayon ərazisində bu kimi tədbirlər davam etdirilir. Bundan başqa tədbirdə gənclərin polis akademiyasına qəbul olma qaydaları da onlara izah olundu və bildirildi ki, son vaxtlar bu sahədə xeyli irəliləyişlər baş verib. Son vaxtlar gənclər polis akademiyasına qəbula xeyli maraq göstərirlər. Tədbirdə rayon polis şöbəsinin rəisi polis polkovniki Oruc Əmraslanov şagirdləri maraqlandıran sualları cavablandırdı. İştirakçılar tədbirin təşkilinə görə rayon polis şöbəsinin rəisinə və kollektivinə təşəkkür edərək bildirdilər ki, cəmiyyətin düzgün formalaşması üçün belə tədbirlərin keçirilməsi ən vacib amillərdən biridir. Qeyd edək ki, bu kimi tədbirlərin bundan sonra da rayon ərazisində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinaz TV üçün.